Son illər ruhsal oyanışla bağlı çoxlu postlar paylaşılır, çoxlu statuslar oxuyuruq, çoxlu hekayələr dinləyirik. Dünyanın ruhsal oyanışı bizim yaşadığımız erada 2012-ci ilə təsadüf edir. Təbii ki, dünya varoluşundan bir tərəqqiyə doğru gedir, kamilləşməyə doğru gedir. Lakin bizim eranın insanların ruhsal oyanış proqramı 2012-ci ildə start verdi. 2012-ci il yəqin ki 21 dekabr, üzr istəyirəm, tarixi hər birimizin yadındadır. 21 dekabrı bizə necə tanıtdılar? Dünyanın mənfi kimi. İllərlə şuurlarımıza, bilinçaltımıza 21 dekabr 2012-ci ildə dünya dağılacaq kimi proqnozlar verildi. Amma dünya dağılmadı. Həmin dönəmdə çox maraqlı bir hadisə oldu. Hadisə nədən ibarət idi? Dünyanın bütün ünlüləri hara yığıldılar? İzmirdəki Şirincə köyünə. Başqa bir sual doğura bilər ki, bəs tutaq ki, dünya dağılsaydı, tək Şirincə köyü xilas olsaydı, o ünlülər o kiçik köydə nə qədər irəli gedə bilərdilər, nə qədər yaşaya bilərdilər, nələr baş verərdi o Şirincə köyündə? Bu, belə deyim ki, çox maraqlı bir mövzudur. Amma biz bu mövzunu bugün kənara qoyuruq. Bugün elə bir, belə deyək ki, elə bir möhtəşəm bir gündür ki, məhz bir neçə vaxtdır ki, sizinlə bir şeylər paylaşmaq istəyirəm, bölüşmək istəyirəm, amma bugünə təsadüf etdi. Çünki bugün göy üzünün çox açıq olduğu bir günlərdən biridir. Niyyət qapılarının, dilək qapılarının açıldığı bir gündür. Mənə elə gəlir ki, bugünü dəyərləndirək və ruhsal oyanışa keçidin əsas məqsədi isə insanın varoluşunun çox böyük bir missiya ilə əlaqəli olduğunu bildirmək istəyirəm. Bu mənim fikrim deyil. Oxuduqlarım, öyrəndiklərim, illərlə yaşadıklarımın mənə verdiyi töhfə oldu ki, mən belə bir ruhsal elmlərlə maraqlandım. Dərinliyinə getdim, təlimlər aldım, oxudum, öyrəndim. Öz həyatımda çox böyük həm sınaqlar, həm dərslər, həm praktik olaraq çalışmalar yaşadım. Həqiqətən də sözün həqiqi anlamında da yaşadım və yaşayıram və ona görə bugün mənim əsas məqsədim, əsas məramım söhbət tək bugündən getmir. Ümumilikdə əsas istəyim insanların öz gücünü dərk edib öz gücünə oyanmasıdır. Bu rahat bir şey deyil. Bu asan bir şey deyil. Bu bir günə başa gələn bir şey deyil. Bəlkə kimin üçünsə illər sərf olunur. Mənim üçün illər sərf olundu. Çünki bu dünyaya gəldiyimizdə biz özümüzlə bərabər karmalarımızı gətiririk. Biz özümüzlə bərabər ana nəslinin, ana atalarının karmalarını daşıyırıq. Nənələrimizin ağrılarını gətiririk. Bəlkə də xoşbəxtliyini də götürürük. Nənələrimizin dərslərini özümüzə götürürük. Hüceyrələrimizə, toxumalarımıza çox böyük proqramlar yazılır. Bu kimin üçünsə acı proqramlar ola bilər. Kimin üçünsə belə deyək ki, itki proqramı ola bilər. Kimlər üçünsə müharibə, kimlər üçünsə köç proqramları ola bilər. Kimlər üçünsə bolluq, bərəkət proqramları olur və heç birimiz boşuna bu həyatı yaşamırıq. Heç birimiz yaşadıklarımız boşuna deyil. Yaşadıklarımız təkcə bəxt, talih, qismət məsələsi deyil. Yaşadıklarımız ruhsal planlamada bizim öz iznimizlə olan bir şeylərdir və deyə bilərsiniz ki, mən indi bu həyatda tutaq ki, elə belə də davam edə bilər. Elə mən ağrı çəkə-çəkə getməliyəm? Yox, əlbəttə ki, yox. Bunun öz açarı, öz yolları var. Yenə dediyim kimi, bu hər kəsdə fərqli ola bilər. Əsas olan odur ki, Allahın varlığı, Allahın bütövlüyü, Allahla bizim belə deyim ki, bir onun işığı ilə bir və bütövlüyümüzü qəbul etdikdə artıq məsələ dəyişir. Artıq ümid çox böyüyür. Və artıq onu belə deyim ki, nəticə olaraq görürük. İnsanlar inanclarına görə
davranış sərgiləyirlər. Bugün yaşadığımız bolluqda, qıtlıqda, sevgidə, sevgisizlikdə hər biri bizim inancımızın, hər biri bizim karmamızın nəticəsidir. Bunu dəyişmək olar. İnanc dəyişimi ilə, kök inancları dəyişməklə artıq bu üsullar çox geniş yayılıb. Müxtəlif seans növləri var, müxtəlif terapiyalar var, təlimlər var. O cəhətdən şanslıyıq ki, dünya məktəbinin son illərinə bizim həyat məktəbimiz təsadüf edib və artıq çox böyük bir biliklər, çox böyük açarlar bizə verilib. Yetər ki, bunları görməyi, bunları dərk etməyi biz seçək. Niyə bu dünyada varam? Hər zamanın sualı müəyyən yaşdan sonra, ancaq indiki uşaqlar, indiki nəsil artıq bu sualları verməyə başlayıb. Mənim nəslim bilmirəm kim nə qədər artıq bu suala yönəlib, amma mən müəyyən yaşdan sonra bu dünyada niyə varam? Təkcə yəni ki, bu ola bilmərəm mən. Bu artıq egosal sual deyil. Artıq burada ruhsal proqramım mənə xatırlatma edir. Mən xatırlamasam belə mənə xatırlatma edir ki, Nigar, sənin bir işin var, sənin bir başqa bir missiyan var, sənin bir oyanışın var. Oyan, oyan öz həqiqətinə oyan, oyan Allahın varlığına şükr etməyə oyan, Allahı tanımağa oyan, Allahın nəfəsindən üfürüldüyü üçün şükr etməyə oyan. Biz insanlar, Allah nə deyir? Deyir ki, sizlər mənim xəlifəmsiz. Biz çox böyük bir gücə qadiriymişik. Bizim bu gücümüzü zamanla, əsrlərlə, illərlə bilirsiniz ki, insan cildində olub, amma xisləti insanlığa sığmayan bir məxluqatlar var idi və indi də var. Və onların ciddi cəhdləri ilə insanların yaradanla bağlarının kəsilməsi üçün çox sayda işlər görüldü və bugünkü insanların Allaha üsyanı, Allaha tam inanmamağı, Allaha tam güvənməməklərinin kökündə o dayanır. Elə uzağa getməyək, 30-cu illərin sonuna yaxın bu Hitlerin planlamasından biri idi ki, necə eləyək ki, insanlar ilahidən və yaxud kosmosdan gələn mesajları qəbul etməsin. Çünki insanın ilahi ilə, kosmosla bağlantısı güclü olduqda, kainatla bağlantısı güclü olduqda artıq oradan gələn mesajları düzgün alır və həyatını doğru sürür. İnsanlar xoşbəxt olur, insanlar sevgi böyüdürlər, insanlar daha çox mərhəmətli olur, dünya gözəlləşir, Allaha xidmət və insanlığa, yeryüzünə xidmət anlayışı böyüyür. Amma bunu istəmirdilər. Təbii ki, burada bir dünyanın var oluşundan bir şeytani mübarizədir. Dualizm olduğuna görə xeyir və şər və şər qismi də bunun üçün çox əsrlər işləməli oldular və ona görə məhz Hitlerin tapşırığı ilə alimlər araşdırmalar apardılar. Hansı araşdırmalar? O araşdırmalar ki, misal üçün diş pastalarına florid, səhv etmirəmsə, belə bir maddə qatıldı ki, bizim burada üçüncü göz deyilən epifiz vəzi, üçüncü göz nədir? Əslində doğruları görmək, doğruları görüb dəyərləndirə bilmək qabiliyyəti idi ki, insana Allah tərəfindən verilmişdi. Onun qarşısını almaq üçün daha sonra sularımıza xlorid qatılmağa başladı və beləliklə bağlar kəsilməyə başladı və çünki insanların ən çox istifadə etdiyi sudur və diş macunları da o dövrdən artıq bir həyatımıza girən bir vacib, önəmli bir məhsul idi və məhz onların vasitəsilə insanların, belə deyək ki, Allahla bağının kəsilməsinə bir vasitə oldu, bir böyük bir səbəb oldu. Amma Yaradan böyükdür, mərhəməti böyükdür. Yaradanı görmək, tanımaq, yəni ki, məcazi anlamda hiss etmək, onun qüdrətindən məndə də bir parça olduğunu bilmək çox insanı gücləndirir. Artıq belə deyim ki, bu çox böyük xoşbəxtlikdir. Bunu dərk edib, bunu anlamaq çox böyük xoşbəxtlikdir.
Maneələr çox olacaq. Ruhsal böyümə sırasında təzyiqlər ola bilər, sistem tərəfindən, hansı sistem tərəfindən təzyiq ola bilər. Müəyyən dərslərimizi ödəyə-ödəyə böyüyürük. Hər şey birdən belə deyim ki, güllük gülistanlıq olmur təbii ki. Amma böyümə sürəcində insanlar çox şeylər öyrənirlər, çox şeylərdən keçirlər. İnsan dünyaya xoşbəxt olmaq üçün gəlib, buna inanıram. İnsan dünyaya hansısa bir missiya üçün gəlib. Missiya deyəndə biz kimlərinsə missiyası görünür olmaqdır. Kimlərinsə missiyası öz ailəsinə, ətrafına xidmətdir. Yəni ki, bugünün əsas tələbi, göy üzünün bizdən tələbi xeyri yaymaqdır. Göy üzünün bizdən tələbi sevgini yaymaqdır. Göy üzünün bizdən tələbi bəşəriyyətə gözəlliyi, saflığı, sevgini, mərhəməti, şəfanı aşılamaqdır. Bir toxum belə əkmək torpağımızı böyüdür. Bir xoş, qarşımızdakına bir xoş söz demək enerji yayıcıdır, belə deyək ki, keçicidir. Gözəl bir enerji alanı açır və insanlar saflaşdıqca, insanlar qəlbən təmizləndikcə, arındıqca dünyamız gözəlləşir və bu xeyir-şər mübarizəsində bizə mühüm olan, vacib olan məhz xeyirdir, xeyri çoxaltmaqdır. Bugünün gözəl, möhtəşəm enerjisindən hər kəsin faydalanmasını niyyət edirəm. Gözəl istəklərlə, gözəl diləklərlə hər kəs faydalansın və Allaha əmanət olaq. Bütün insanlar, insanlıq, bəşəriyyət Allaha əmanət olsun. Allaha əmanət edək özümüzü. Çünki çox qısa bir müddət qalıb ki, biz artıq yaxşı anlamda hesabat verəcəyik, əməllərimizə görə hesabat verəcəyik. Səhvsiz insan yoxdur. Amma bu səhvi nəticə çıxardıb, dönüşdürüb, xeyrə dönüşdürə bilənlər qalib olacaqlar. Kiminsə sınağı daha ağırdır, kimsə artıq bu dünya düzəninin bir belə deyim ki, məktəb olduğunu qəbul edir və bu məktəbdə alacağı dərsləri artıq hesablamağı bacarır. Dərslərdən qiymətinin nə ola biləcəyini öngörür. Çünki dünyanın, Allahın bizə çox böyük bir hədiyyəsi olacaq. Yetər ki, biz onun yolunda olaq. Hər birinizə xoş günlər. Təşəkkürlər.